Qəbələdə keçirilən Türk Dövlətlər Təşkilatının zirvə görüşü bölgəyə nə vəd edir? Bu məsələ ilə bağlı elə parlamentdə bir mənim də çıxışım oldu. Bax, bu zirvə görüşü ilə bağlı fikirlərimi paylaşdım. Və orada da qeyd elədim ki, bax, bu zirvə görüşü də cənab prezidentin çıxışında əsas tezislərdən biri bu oldu ki, daha Türk Dövlətlər Təşkilatı bir təkcə əməkdaşlıq platforması deyil. O həm də dünyanın əsas geosiyasi güc mərkəzlərindən birinə çevrilməkdədir. Və doğrudan da bu sözün altında çox böyük məna var, çox böyük yük var. Bu elə belə deyiləsi söz deyil. Cənab prezident istənilən ifadəsinin çox böyük deməli mətləblərdən xəbər verir. Siz təsəvvür edin ki, bir təşkilatın bu günləri üzvlərinin siz iqtisadi potensialına baxın. Türkiyənin 1 trilyon 323 milyard dollarlı ümumi daxili məhsulu. Qazaxıstanın ümumi daxili məhsulu 281 milyard dollar. Özbəkistan, bizə qardaş dövlətlər sadalayıranda, Özbəkistan 115 milyard dollar ümumi daxili məhsul. Macaristan 204 milyard dollar. Onların içində kasbı biraz Qırğızstandır, 17,5 milyard. Azərbaycan 74,3 milyard. Mən 2024-cü ilin statistikasını söyləyirəm. 2,1 trilyonluq bu dövlətlərin ümumi daxili məhsulu var. Təsəvvür edin. 480 milyon kvadrat kilometrlik ərazisi var. Bu dövlət bütün dünya ölkələrinin hamısının birlikdə ticarət dövriyyəsi 33 trilyondur. 2024-cü ildə 33 trilyon qeydə alınıb. Bunun da təsəvvürün 1,2 trilyonu düşür Türk dövlətlərinin payına. O da dünyada bir 3,5% deməkdir. Dünya ölkələrinin hamısının keçən il iqtisadi artım 3,2%, amma Türk Dövlətlər Təşkilatında iqtisadi artım 5,2%. Yəni, hətta dünya öz iqtisadi artımı baxımından Türk modelini bir nümunə götürə bilər. Bu reallıq fonunda Azərbaycan prezidenti qeyd elədi ki, əgər biz doğrudan da yeni güc mərkəzinə çevriliriksə, hərbi, müdafiə və təhlükəsizlik məsələlərinə xüsusi önəm verməliyik. Və bu baxımdan unikal bir təqdimlə çıxış etdi ki, gələn il 2026-cı ildə Türk Dövlətlər Təşkilatına üzv olan ölkələrin hərbi qüvvələrin birgə hərbi təlimlərini keçirilməsi. Bu deməkdir ki, həm iqtisadi gücü olan, böyük potensialı olan, böyük resursları, təbii resursları, insan resursları olan bir qurum bu günlər həm də hərbi parametrlər baxımından da güclənir və bugünkü dünyamızda güc faktorunun nə qədər böyük məna və əhəmiyyət kəsb etdiyinin fərqinə varsaq, doğrudan da bax bu demək haqqında bəhs edilən zirvə görüşü, Qəbələ zirvə görüşü artıq təşkilatın inkişafına yeni bir mərhələnin əsasını qoyur.